A ve B natural ədədlər üçün əkob üstəgəl əbob bərabərdir 126-ya. A-nın B-yə nisbəti 0.8 olarsa, A üstəgəl B cəmini tapın. A-nın B-yə nisbətindən başlayaq ilk öncə. Bu 10-da 8-ə bərabərdir. O da bərabərdir 5-də 4 yazsaq. Buradan A-nı 4K, B-ni isə 5K olaraq ifadə edə bilərik. Və əkob 4K, 5K bərabər olacaqdır 20K-ya. Çünki biz əkobda həm ortaq olmayanların hasilini götürürük. Əbobda isə yalnız ortaqları götürdüyümüz üçün əbob 4K ilə 5K isə bizə verəcəkdir sadəcə K. Və bu cəm də 126-ya bərabərdir. Deməli 21K bərabərdir 126. K da bərabərdir 6-ya. K 6-dırsa A olacaq 4 vurulsun 6, 24. B olacaq 5 vurulsun 6, 30. Bizdən A üstəgəl B cəmi tələb olunur. 24 üstəgəlsin 30 bərabərdir 54.